O gecəyə qədər Azərbaycan ordusu Şuşanı geri almaq üçün hazırlıq görürdü. Cəbhədə olan zabitlər deyir ki, onların əlində kifayət qədər silah var idi. Əskərlərin əhval-ruhiyyəsi yüksək idi və hər şey planlaşdırılmışdı. Lakin 24 mayın axşamı saat 23-də Bakıdan bir telefon zəngi gəldi. Bu zəng haqqında heç bir rəsmi sənəd yoxdur. Amma o zəngdən sonra hücum əmri ləğv edildi. Komandanlar deyir ki, onlara sadəcə dedilər 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 ki, onlara sadə, gözləyin, nə qədər gözləməli idilər, kimə görə gözləməli idilər, heç kim izah etmədi və ertəsi gün 25 may 1992-ci ildə Şuşa düşdü. Erməni qüvvələri şəhərə daxil oldu və Azərbaycan tarixi ən ağrılı səhifələrindən birini yazdı. Amma əsl sual budur ki, həqiqətənmi bu, döyüş meydanında məğlubiyyət idi, yoxsa Bakıdakı bir otaqda qəbul edilmiş qərarın nəticəsi idi? Həsən Həsənov o dövrdə Azərbaycanın baş nazirinin müavini idi. Onun vəzifəsi müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı idi. Yəni Şuşa əməliyyatı ilə bağlı hər bir qərar onun masasından keçməli idi. Amma o gecə, 24 mayda, onun otağına gələn qonaq haqqında heç bir məlumat yoxdur. Təhlükəsizlik xidmətinin keçmiş əməkdaşlarından biri, adını açıqlamaq istəməyən bir şəxs bizə dedi ki, o gecə hökumət evinin girişində qeyri-adi bir hərəkət var idi. Bir maşın gəldi, tünd rəngli, nömrəsi olmayan bir maşın. Maşından bir nəfər düşdü. Üzü görünməyəcək şəkildə papaq taxmışdı və birbaşa 3-cü mərtəbəyə qalxdı. Heç kim onu saxlamadı. Heç kim ondan sənəd tələb etmədi. Sanki o, əvvəlcədən gözlənilən bir qonaq idi.
O adam Həsən Həsənovun otağına girdi, qapı arxadan bağlandı və təxminən bir saat sonra o adam çıxdı və getdi. Həsən Həsənov isə o gecə otağından çıxmadı. Heç kimlə danışmadı və ertəsi gün Şuşa düşəndən sonra o xəstəxanaya yerləşdirildi. Rəsmi səbəb ürək tutması idi. Amma həqiqətən ürək tutması idi, yoxsa başqa bir şey? Gəlin bir anlığa düşünək ki, əgər siz bir ölkənin müdafiə məsələləri ilə məşğul olan yüksək vəzifəli bir şəxsinizsə və sizin ölkəniz ən mühüm döyüşlərdən birini aparırsa və siz gecə saat 23-də bir qonaqla görüşürsünüzsə, bu qonaq kim ola bilər? Bir diplomat, bir hərbi məsləhətçi, yoxsa bir şantaşçı? Təhlükəsizlik xidmətinin arxivlərində o gecə ilə bağlı heç bir qeyd yoxdur. Amma Həsən Həsənovun şəxsi seyfində tapılan bir qeyd var idi. Bu qeyddə sadəcə bir cümlə yazılmışdı ki, onlar hər şeyi bilirlər. Kim bilirdi? Nəyi bilirdilər? Və bu məlumat Həsən Həsənovu necə təzyiq altına aldı? Bəlkə də o qonaq ona bir şey göstərdi. Bir sənəd, bir foto, bir video və bu Həsən Həsənovu qorxutdu. Bəlkə də ona dedilər ki, əgər Şuşa əməliyyatı davam etsə, onun və ya ailəsinin başına bir bəla gələcək. Biz bunu bilmirik. Amma bir şey bilirik ki, o gecədən sonra hər şey dəyişdi. İndi isə gəlin bir başqa məsələyə nəzər salaq. Həsən Həsənov o dövrdə çox varlı bir adam değildi. Onun rəsmi maaşı ayda təxminən 200 manat idi. Bu da o vaxt üçün yaxşı bir məbləğ idi. Amma nəinki lüks həyat yaşamaq, hətta normal bir mənzil almaq üçün kifayət değildi. Amma o gecədən sonra bir neçə ay ərzində Həsən Həsənovun maliyyə vəziyyəti qəribə şəkildə yaxşılaşdı. Onun adına bir neçə əmlak qeydə alındı və bu əmlakların ümumi dəyəri təxminən 25 min dollar idi. Sual budur ki, bu pul hardan gəldi? Rəsmi mənbələrdə heç bir izahat yoxdur. Amma bəzi mənbələr deyir ki, bu pul xaricdən köçürülmüşdü və köçürən şəxsin adı məlum deyil. Bəlkə də bu, o gecəki qonaqdan gələn bir hədiyyə idi. Bəlkə də bu, susqunluq haqqı idi. Yoxsa bu, sadəcə təsadüf idi. Təsəvvür edin ki, siz bir əskərsiz, cəbhədəsiz, Şuşanı geri almaq üçün hazırlaşırsınız və birdən sizə deyirlər ki, gözləyin. Siz gözləyirsiniz və ertəsi gün eşidirsiniz ki, Şuşa düşüb. Siz özünüzdən soruşursunuz ki, niyə? Niyə biz hücum etmədik? Niyə bizə əmr verilmədi? Və sonra illər keçir və siz eşidirsiniz ki, o gecə Bakıda bir otaqda bir görüş olub və o görüşdən sonra hər şey dəyişib. Siz necə hiss edərdiniz? Siz özünüzü aldanmış hiss edərdiniz, elə deyilmi? Və bu hiss bugün də minlərlə veteranın ürəyindədir. Onlar bilmək istəyirlər ki, kim idi o qonaq, nə danışdılar o otaqda və niyə Şuşa qurban verildi? Həsən Həsənov 1993-cü ildə vəzifəsindən getdi. Rəsmi səbəb sağlamlıq problemləri idi. Amma bəzi mənbələr deyir ki, o getməyə məcbur edildi. Çünki o gecə ilə bağlı çox şey bilirdi və bu məlumat təhlükəli idi. O, 2008-ci ilə qədər yaşadı və ölümündən əvvəl heç vaxt o gecə haqqında danışmadı. Amma onun yaxın adamları deyir ki, o son illərdə çox narahat idi. Gecələr yatmırdı və tez-tez deyirdi ki, mən hər şeyi bilirəm, amma deyə bilmərəm. Niyə deyə bilmirdi? Kimdən qorxurdu? Və ölümündən sonra onun şəxsi arxivi hardadır? Bu arxivdə o gecə ilə bağlı hansı sənədlər var? Və kim bu sənədləri gizlədir? 34 il əvvəl, 24 may gecəsi Bakıda baş verənlər haqqında danışmaq üçün, biz ilk dəfə olaraq o gecənin şahidlərindən biri ilə görüşdük. Bu adam, o dövrdə hökumət evinin təhlükəsizlik xidmətində çalışırdı və onun vəzifəsi binanın girişini nəzarətdə saxlamaq idi. O, 35 ildir ki susub, amma bugün ilk dəfə olaraq kameralar qarşısında danışmağa razılaşdı. Onun dedikləri, sizin Şuşanın itirilməsi haqqında bildiklərinizdən hər şey dəyişəcək. O deyir ki, o gecə gələn qonaq adi bir diplomat deyildi. O hərbi forma geyinmişdi. Amma formanın üzərində heç bir dövlət nişanı yox idi. O deyir ki, qonaq rusca danışırdı. Amma ləhcəsi qəribə idi. Sanki o Rusiya deyil, başqa bir ölkədən idi. Və ən əsası, o deyir ki, qonaq özü ilə bir çanta gətirmişdi. Qara rəngli kiçik bir çanta. Və bu çantanı Həsən Həsənovun otağına apardı. Çantada nə var idi? Şahid bilmir. Amma o deyir ki, çanta ağır idi. Sanki içində metal bir şey var idi. Bəlkə də silah, bəlkə də pul, yoxsa sənədlər. Şahid daha da deyir ki, o gecə hökumət evində qeyri-adi bir sakitlik var idi. Adətən gecə növbəsində
15-20 nəfər işçi olurdu. Amma o gecə cəmi 5 nəfər var idi. Sanki kimsə əvvəlcədən əmr vermişdi ki, o gecə bina boş olsun. Və ən qəribəsi, o gecə binanın bütün kameraları söndürülmüşdü. Rəsmi izahat texniki nasazlıq idi. Amma şahid deyir ki, bu heç vaxt əvvəl baş verməmişdi. Kameralar həmişə işləyirdi. Amma məhz o gecə, məhz o saatlarda onlar söndürüldü. Bu təsadüf ola bilərmi? Yoxsa bu əvvəlcədən planlaşdırılmış bir şeydi? Və əgər bu planlaşdırılmışdısa, onda kim planlaşdırdı? Həsən Həsənovmu? Yoxsa o qonaq? Şahid bizə daha bir maraqlı detal danışdı. O deyir ki, qonaq Həsən Həsənovun otağından çıxanda onun əlində o qara çanta yox idi. Yəni o çantanı otaqda qoyub getdi. Və ertəsi gün, 25 mayda, Şuşa düşəndən sonra o çanta yoxa çıxdı. Heç kim bilmir o çanta hardadır, içində nə var idi və kim onu götürdü. Amma şahid deyir ki, o çantanın içində Şuşanın taleyi var idi. Bəlkə də o çantada bir xəritə var idi və o xəritədə Şuşanın necə təhvil veriləcəyi göstərilmişdi. Bəlkə də o çantada pul var idi və bu pul Həsən Həsənova verilən bir rüşvət idi. Yoxsa o çantada bir hədə var idi, bir foto, bir video və bu hədə Həsən Həsənovu susturmaq üçün istifadə edildi. İndi isə gəlin bir başqa məsələyə nəzər salaq. O dövrdə Azərbaycanın hərbi büdcəsi çox məhdud idi. Ölkə iqtisadi böhran içində idi, inflyasiya yüksək idi və hökumət hərbi əməliyyatlar üçün kifayət qədər pul tapa bilmirdi. Amma bəzi mənbələr deyir ki, Şuşa əməliyyatı üçün xaricdən maliyyə yardımı gəlmişdi. Bu yardım hansı ölkədən gəlmişdi? Türkiyədənmi, yoxsa başqa bir ölkədən və bu pul hara xərcləndi? Rəsmi hesabatlarda bu pul haqqında heç bir məlumat yoxdur. Amma bəzi keçmiş hərbi rəhbərlər deyir ki, bu pul heç vaxt cəbhəyə çatmadı. Pul Bakıda qaldı və kimsə onu özünə götürdü. Kim götürdü? Həsən Həsənovmu, yoxsa başqa bir yüksək vəzifəli şəxs? Təsəvvür edin ki, siz bir ölkənin müdafiə naziri və ya onun müavinisiniz və sizə xaricdən 1 milyon dollar göndərirlər ki, bu pulu hərbi əməliyyatlar üçün xərcləyəsiniz. Amma siz bu pulun yalnız bir hissəsini cəbhəyə göndərirsiniz. Qalanını isə özünüzə götürürsünüz. Bu xəyanət deyilmi? Bu vətənə qarşı cinayət deyilmi? Və əgər bu doğrudursa, onda Şuşanın itirilməsi təkcə hərbi məğlubiyyət deyil, həm də maliyyə korrupsiyasının nəticəsidir. Və bu korrupsiyanın mərkəzində kim dayanırdı? Həsən Həsənovmu? Yoxsa ondan da yuxarıda olan kimsə? Bəzi mənbələr deyir ki, o dövrdə Azərbaycanda bir qrup yüksək vəzifəli şəxs var idi ki, onlar Qarabağ müharibəsindən qazanc əldə edirdilər. Onlar silah alqı-satqısı ilə məşğul idilər. Hərbi büdcədən pul oğurluyurdular və hətta düşmənlə gizli əlaqələri var idi. Bu qrupun üzvlərindən biri Həsən Həsənov idi. Amma o tək deyildi. Onunla birlikdə daha bir neçə nəfər var idi və onların hamısı bir məqsəd üçün birləşmişdilər ki, müharibədən maksimum qazanc əldə etsinlər. Və Şuşanın itirilməsi onlar üçün bir fürsət idi. Çünki Şuşa düşəndən sonra Azərbaycan daha çox silah almağa məcbur oldu və bu silahları satanlar məhz o qrup idi. Yəni, Şuşanın itirilməsi onlar üçün bir biznes idi və bu biznesdə Həsən Həsənov əsas oyunçulardan biri idi. Amma bu qrupun başında kim dayanırdı? Kim bu qrupu idarə edirdi? Və o gecə Həsən Həsənovun otağına gələn qonaq bu qrupun bir üzvü idimi? Yoxsa o, xaricdən göndərilmiş bir nəzarətçi idi ki, bu qrupun fəaliyyətini koordinasiya etsin? Biz bunu bilmirik. Amma bir şey bilirik ki, o qonaq Həsən Həsənova bir şey dedi və bu söz Şuşanın taleyini həll etdi. Və bu söz nə idi? Dayandırın əməliyyatı, yoxsa Şuşanı təhvil verin, yoxsa əgər davam etsəniz, hamınız məhv olacaqsınız. Şahid bizə daha bir şey dedi. O deyir ki, o gecə qonaq getdikdən sonra Həsən Həsənov otağından çıxdı və o çox sarsılmış görünürdü. Onun üzü ağ idi, əlləri titrəyirdi və o heç kimlə danışmadan birbaşa öz maşınına mindi və getdi. Ertəsi gün, 25 mayda, o xəstəxanadaydı və Şuşa düşmüşdü. Bu təsadüfdür, yoxsa bu, əvvəlcədən planlaşdırılmış bir senarinin nəticəsidir və əgər bu planlaşdırılmışdısa, onda bu planı kim hazırladı? Moskvadakı kimsəmi, yoxsa Bakıdakı kimsə? 24 may gecəsi Həsən Həsənovun otağına gələn qonaq haqqında danışarkən, biz bir çox suallarla üzləşirik. Kim idi o adam? Hansı ölkədən gəlmişdi? Və ən əsası, niyə məhz o gecə,
Məhz Şuşa əməliyyatından bir neçə saat əvvəl o Bakıya gəldi. Bu sualların cavabını tapmaq üçün biz arxiv sənədlərini araşdırdıq. Keçmiş təhlükəsizlik xidməti əməkdaşları ilə danışdıq və bir çox maraqlı faktlar kəşf etdik. Və bu faktlar göstərir ki, o qonaq təsadüfən gəlməmişdi, o göndərilmişdi və onu göndərən qüvvə çox güclü idi. O qədər güclü ki, Həsən Həsənov kimi bir adam onun qarşısında aciz qaldı və bu qüvvənin adı bugün də sirr olaraq qalır. Amma biz bilirik ki, bu qüvvə Azərbaycan daxilindən deyildi, bu qüvvə xaricdən gəlirdi və bu qüvvənin məqsədi Azərbaycanı zəiflətmək idi. Bəzi mənbələr deyir ki, o qonaq Rusiyanın xarici kəşfiyyat xidmətinin əməkdaşı idi. O dövrdə Rusiya Qarabağ münaqişəsinə çox maraq göstərirdi. Çünki bu münaqişə Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu artırmaq üçün bir fürsət idi və Rusiya istəyirdi ki, bu münaqişə davam etsin. Çünki münaqişə davam etdikcə Azərbaycan və Ermənistan Rusiyadan asılı olacaqdılar və Şuşanın itirilməsi bu strategiyanın bir hissəsi idi. Çünki Şuşa düşəndən sonra Azərbaycan daha da zəiflədi və Rusiya daha da gücləndi. Və bu strategiyanı həyata keçirmək üçün Rusiya Bakıda öz adamlarına ehtiyac duyurdu. Və Həsən Həsənov bu adamlardan biri idi. Amma bu yalnız bir versiya idi. Başqa bir versiya deyir ki, o qonaq Rusiyanın deyil, başqa bir ölkənin nümayəndəsi idi. Bəzi mənbələr deyir ki, o qonaq İrandan gəlmişdi. O dövrdə İran da Qarabağ münaqişəsinə maraq göstərirdi. Çünki bu münaqişə İranın Azərbaycanla münasibətlərini təsir edirdi və İran istəyirdi ki, Azərbaycan zəifləsin, çünki güclü Azərbaycan İran üçün təhlükə idi və Şuşanın itirilməsi İranın maraqlarına uyğun idi. Və bəlkə də o qonaq İrandan göndərilmişdi ki, Həsən Həsənova desin ki, Şuşanı təhvil verin, əks halda sizin üçün daha pis olacaq. Üçüncü bir versiya isə deyir ki, o qonaq heç bir xarici ölkədən deyil, Azərbaycanın daxilindən göndərilmişdi. Bəzi mənbələr deyir ki, o dövrdə Azərbaycanda bir qrup var idi ki, onlar Heydər Əliyevin hakimiyyətə qayıtmasını istəyirdilər və bu qrup üçün Şuşanın itirilməsi bir fürsət idi. Çünki Şuşa düşəndən sonra o zamankı hökumət zəifləyəcək və Heydər Əliyev hakimiyyətə qayıda biləcəkdi. Və bəlkə də o qonaq bu qrupun bir üzvü idi və o Həsən Həsənova dedi ki, Şuşanı itir və biz səni qoruyacağıq. Amma əgər Şuşanı qoruyarsan, sən məhv olacaqsan. Hansı versiya doğrudur biz bilmirik. Amma bir şey bilirik ki, o qonaq Həsən Həsənova bir şey dedi və bu söz Şuşanın taleyini həll etdi. Və bu söz o qədər güclü idi ki, Həsən Həsənov onu dinləməyə məcbur oldu. Və bu söz nə idi? Bəlkə də o qonaq Həsən Həsənova bir hədə göstərdi. Bəlkə də o, Həsən Həsənovun ailəsini hədələdi. Yoxsa o, Həsən Həsənova çox böyük bir məbləğ pul təklif etdi. Biz bunu bilmirik. Amma bir şey bilirik ki, Həsən Həsənov o gecədən sonra heç vaxt əvvəlki kimi olmadı. O dəyişdi, o qorxdu və o sustu. İndi isə gəlin bir başqa məsələyə nəzər salaq. O gecə Həsən Həsənovun otağında nə danışıldı? Hansı sözlər deyildi, hansı təkliflər edildi və hansı qərarlar qəbul edildi? Biz bunu bilmirik. Çünki o otaqda yalnız 2 nəfər var idi ki, Həsən Həsənov və o qonaq. Və onlardan biri artıq ölüb, digəri isə hələ də gizlənir. Amma bəzi mənbələr deyir ki, o otaqda danışılanlar səsə alınmışdı. Həsən Həsənovun otağında gizli bir mikrofon var idi və bu mikrofon o gecə baş verənləri qeyd etmişdi. Və bu qeyd hələ də mövcuddur. Bir yerdə, bir arxivdə və kimsə bu qeydi saxlayır. Kim saxlayır? Təhlükəsizlik xidmətimi, yoxsa başqa bir qurummu? Və niyə bu qeyd açıqlanmır? Niyə bu qeyd gizli saxlanılır? Və bu qeyddə nə var? Hansı sirlər, hansı xəyanətlər, hansı cinayətlər? Bəzi keçmiş təhlükəsizlik xidməti əməkdaşları deyir ki, o qeyd mövcuddur və onlar onu eşidiblər. Amma onlar bu qeyd haqqında danışmağa qorxurlar. Çünki bu qeyddə çox təhlükəli məlumatlar var. Bu qeyddə Həsən Həsənovun adı deyil, daha böyük adlar var. Daha güclü adamların adları. Və bu adamlar hələ də sağdırlar. Və onlar hələ də güclüdürlər. Və onlar istəmirlər ki, bu qeyd açıqlansın. Çünki bu qeyd açıqlansa, onların hamısı məhv olacaq. Onların karyeraları, onların ailələri, onların sərvətləri, hamısı məhv olacaq. Və ona görə də onlar bu qeydi gizli saxlayırlar.
və ona görə də onlar hər kəsi susturmağa çalışırlar. Amma biz susmayacağıq. Biz həqiqəti axtarırıq və biz bilirik ki, həqiqət bir gün üzə çıxacaq. Bəlkə bu gün deyil, bəlkə sabah deyil, amma bir gün. Və o gün gələndə hamı biləcək ki, Şuşa necə itdi. Hamı biləcək ki, kim xain idi. Hamı biləcək ki, kim Azərbaycanı satdı. Və o gün gələndə ədalət bərpa olunacaq. Amma o günə qədər biz gözləməliyik, biz araşdırmalıyıq və biz sual verməliyik. Həsən Həsənovun ailəsi bu gün də Bakıda yaşayır. Onlar o gecə haqqında danışmaq istəmirlər. Onlar deyirlər ki, Həsən Həsənov vətənpərvər bir adam idi və o heç vaxt xəyanət etməzdi. Amma biz bilirik ki, hər ailə öz ölülərini müdafiə edir və biz bilirik ki, həqiqət ailənin dediklərindən fərqlidir. Həsən Həsənovun şəxsi arxivi onun ailəsinin əlindədir və bu arxivdə o gecə ilə bağlı sənədlər var. Amma ailə bu sənədləri göstərməkdən imtina edir. Niyə? Nəyi gizlədirlər? Və bu sənədlərdə nə var? Bəlkə də o gecə Həsən Həsənovun yazdığı bir qeyd var. Bəlkə də o qonaqla danışdıqlarının bir xülasəsi var. Yoxsa o çantada olan şeylərin bir siyahısı var. Biz Həsən Həsənovun ailəsinə müraciət etdik və onlardan xahiş etdik ki, o sənədləri bizə göstərsinlər. Amma onlar imtina etdilər. Onlar dedilər ki, bu ailə sirridir və onlar bu sirri açıqlamaq istəmirlər. Amma biz deyirik ki, bu ailə sirri deyil, bu milli sirdir. Bu Azərbaycan xalqının bilmək haqqı olan bir sirdir və bu sir açıqlanmalıdır. Çünki bu sir açıqlanmasa, Şuşanın itirilməsinin həqiqi səbəbi heç vaxt məlum olmayacaq və əgər həqiqi səbəb məlum olmazsa, onda bu xəyanət təkrarlanacaq və başqa Şuşalar itəcək və başqa nəsillər aldanacaq. Siz nə düşünürsünüz? Həsən Həsənovun ailəsi o sənədləri açıqlamalıdırmı? Yoxsa onlar haqlıdırlarmı ki, bu sirri saxlasınlar? Və əgər siz Həsən Həsənovun ailəsinin yerində olsaydınız, siz nə edərdiniz? Həqiqəti açıqlayardınızmı, yoxsa sirri saxlayardınızmı? Və əgər həqiqət açıqlansa, bu Azərbaycan üçün yaxşı olarmı, yoxsa pis? Bu suallar haqqında düşünün və bizə yazın. Çünki bu, yalnız Həsən Həsənovun sirri deyil, bu, hamımızın sirridir. Təsəvvür edin ki, siz bir həkimsiniz və sizə deyirlər ki, bir xəstəni müayinə etməlisiniz. Amma bu xəstənin adını heç kimə deməməlisiniz. Çünki bu xəstə ölkənin ən yüksək vəzifəli şəxslərindən biridir və onun xəstəliyi dövlət sirri sayılır. İndi təsəvvür edin ki, bu xəstə sizə deyir ki, məni xilas edin, amma heç kimə deməyin ki, mən xəstəyəm. Siz nə edərdiniz? 1992-ci ilin aprel ayında Həsən Həsənovun şəxsi həkimi məhz bu vəziyyətlə üzləşdi. Həkim adını açıqlamaq istəməyən bu şəxs bizə dedi ki, Həsən Həsənovun sağlamlıq vəziyyəti o dövrdə çox pis idi, amma bu məlumat gizli saxlanılırdı. Həkim deyir ki, Həsən Həsənovun qan təzyiqi təhlükəli dərəcədə yüksək idi, ürək ritmi qeyri-sabit idi və o, hər gün güclü dərmanlar qəbul edirdi. Amma ən qəribəsi bu deyildi. Ən qəribəsi o idi ki, Həsən Həsənov həkimdən xahiş edirdi ki, onun tibbi qeydlərini rəsmi arxivə daxil etməsin. Niyə? Nəyi gizlədirdi? Və bu xəstəlik onun qərarlarına necə təsir edirdi? Həkim daha da deyir ki, 24 may gecəsindən bir neçə gün əvvəl Həsən Həsənov ona zəng etdi və dedi ki, ona yuxu dərmanı lazımdır. Çox güclü yuxu dərmanı. Həkim soruşdu ki, niyə? Həsən Həsənov cavab verdi ki, mən artıq yata bilmirəm. Hər gecə kabuslar görürəm. Həkim ona dərman yazdı. Amma o dedi ki, Həsən Həsənovun səsi telefonda çox qorxmuş səslənirdi. Sanki o, yalnız kabuslardan deyil, real bir təhlükədən qorxurdu. Və həkim özündən soruşdu ki, bu adam nədən qorxur? Kimlərdən qorxur? Və bu qorxu onu hansı qərarlara sövq edir? Bəlkə də o gecə, 24 mayda, Həsən Həsənov o qonaqla görüşəndə, o artıq o qədər zəif idi, o qədər qorxmuş idi ki, hər hansı bir təklifi qəbul etməyə hazır idi. Bəlkə də o qonaq Həsən Həsənovun bu zəifliyindən istifadə etdi və bəlkə də Şuşanın itirilməsi yalnız siyasi qərar deyil, həm də bir xəstə adamın qorxusunun nəticəsi idi. Həkim bizə daha bir şey dedi. O deyir ki, 25 may səhəri Şuşa düşəndən sonra Həsən Həsənov xəstəxanaya gətiriləndə onun vəziyyəti çox ağır idi. Amma həkim deyir ki, bu adi ürək problemi deyildi. Həsən Həsənovun bədənində yüksək dozada sakitləşdirici dərmanların izləri tapıldı. Sanki o,
özünü sakitləşdirmək üçün həddindən artıq dərman qəbul etmişdi. Yoxsa kimsə ona bu dərmanları verməyə məcbur etmişdi. Həkim deyir ki, o bu barədə rəsmi hesabat yazmaq istədi. Amma ona dedilər ki, yazmaq lazım deyil, bu dövlət sirridir dedilər ona və həkim sustu. Amma bu gün, 34 il sonra o susmaq istəmir. O həqiqəti demək istəyir və o deyir ki, Həsən Həsənovun son günləri təbii deyildi. O yavaş-yavaş məhv edildi. Dərmanlarla, stresslə, qorxu ilə və onu məhv edənlər bilirdilər ki, onlar nə edirlər. İndi isə gəlin bir başqa məsələyə nəzər salaq. Həsən Həsənov o dövrdə ayda 200 manat maaş alırdı. Bu, o vaxt üçün yaxşı bir məbləğ idi, amma lüks həyat yaşamaq üçün kifayət deyildi. Amma Həsən Həsənovun həyat tərzi onun maaşına uyğun deyildi. O bahalı kostyumlar geyinirdi, xarici markalı saatlar taxırdı və onun ailəsi tez-tez xaricə səyahət edirdi. Bir adi fəhlə o dövrdə ayda 50 manat qazanırdı. Yəni, Həsən Həsənovun maaşı bir fəhlənin maaşından 4 dəfə çox idi. Amma onun xərcləri bir fəhlənin xərclərindən 10 dəfə çox idi. Bu pul hardan gəlirdi? Rəsmi mənbələrdə heç bir izahat yoxdur. Amma bəzi mənbələr deyir ki, Həsən Həsənov əlavə gəlir mənbələrinə sahib idi. Hansı mənbələr? Silah alqı-satqısı mı? Neft müqavilələrindən komissiyalar mı? Yoxsa xarici ölkələrdən gələn hədiyyələr? Bəzi keçmiş hökumət əməkdaşları deyir ki, o dövrdə Azərbaycanda bir sistem var idi. Bu sistem belə işləyirdi ki, yüksək vəzifəli şəxslər xarici şirkətlərlə müqavilələr bağlayırdılar və bu müqavilələrdən komissiya alırdılar. Bu komissiyalar rəsmi hesablara daxil olmurdu. Onlar şəxsi hesablara köçürülürdü və bu hesablar xarici banklarda idi. Həsən Həsənov da bu sistemin bir hissəsi idi. O müdafiə müqavilələri ilə məşğul olurdu və bu müqavilələrdən böyük komissiyalar alırdı və bu komissiyalar onun həyat tərzini izah edirdi. Amma bu komissiyalar qanuni idimi, yoxsa bu korrupsiya idi? Və əgər bu korrupsiya idisə, onda Həsən Həsənov tək idimi, yoxsa onunla birlikdə başqaları da var idi? Təsəvvür edin ki, siz bir əskərsiniz, cəbhədəsiniz və sizə lazım olan silahlar yoxdur. Siz eşidirsiniz ki, hökumət xaricdən silah alıb, amma bu silahlar sizə çatmır. Siz özünüzdən soruşursunuz ki, bu silahlar hardadır? Kim onları saxlayır və niyə biz onları almırıq? Və sonra illər keçir və siz eşidirsiniz ki, o silahlar satılmışdı. Qara bazarda satılmışdı və onu satanlar hökumət əməkdaşları idi. Siz necə hiss edərdiniz? Siz özünüzü aldanmış hiss edərdiniz, elə deyilmi? Və bu hiss bugün də minlərlə veteranın ürəyindədir. Onlar bilmək istəyirlər ki, kim satdı o silahları, kim qazandı o pulları və niyə biz, cəbhədə döyüşənlər, silahsız qaldıq? Həsən Həsənovun maliyyə əməliyyatları haqqında araşdırma aparan bir keçmiş müfəttiş bizə dedi ki, o Həsən Həsənovun bank hesablarını yoxlayanda çox qəribə əməliyyatlar tapdı. Məsələn, 1992-ci ilin mart ayında Həsən Həsənovun hesabına 15.000 dollar köçürülmüşdü. Bu pul Kipr adasındakı bir şirkətdən gəlmişdi. Amma bu şirkət nə iş görürdü və niyə o Həsən Həsənova pul köçürürdü? Müfəttiş deyir ki, o bu şirkəti araşdırmaq istədi. Amma ona dedilər ki, bu milli təhlükəsizlik məsələsidir və o araşdırmanı dayandırmalıdır. Müfəttiş dayandırdı. Amma o bugün də özündən soruşur ki, o şirkət nə idi və o pul nə üçün idi? Rüşvətmi? Komissiya mı? Yoxsa başqa bir şey? Həsən Həsənovun ətrafında bir qrup adam var idi. Bu qrupun üzvləri yüksək vəzifəli şəxslər idi. Generallar, nazirlər, biznesmenlər və onların hamısı bir məqsəd üçün birləşmişdilər ki, müharibədən qazanc əldə etsinlər. Onlar silah satırdılar, neft müqavilələri bağlayırdılar və xarici şirkətlərlə əlaqələr qururdular. Və bu qrupun mərkəzində bir adam dayanırdı. Bu adam Həsən Həsənov deyildi. Bu adam daha güclü idi, daha təcrübəli idi və daha təhlükəli idi. Və bu adam Həsən Həsənovu idarə edirdi. Kim idi bu adam? Bəzi mənbələr deyir ki, o keçmiş KGB zabitidir. Bəziləri deyir ki, o Moskvanın adamıdır. Bəziləri isə deyir ki, o Bakıdakı gizli bir qrupun lideridir. Amma hamı bir şeydə razılaşır ki, o bu adam hələ də sağdır, hələ də güclüdür və hələ də gizlənir. Və o istəmir ki, həqiqət üzə çıxsın. Çünki həqiqət üzə çıxsa, o məhv olacaq. Siz nə düşünürsünüz? Həsən Həsənovun xəstəliyi onun qərarlarına təsir etdimi? Yoxsa o sağlam olsa da eyni qərarları qəbul edəcəkdimi? Və o qrupun lideri kim idi?
Və o bugün hardadır? Bu suallar haqqında düşünün. Çünki bu sualların cavabları Şuşanın itirilməsinin həqiqi səbəblərini açıqlayacaq. Bəzi insanlar deyir ki, tarix təkrarlanır. Bəziləri deyir ki, tarix dərslər verir. Amma biz deyirik ki, tarix yalnız o zaman dərs verir ki, biz onu öyrənək. Və Şuşanın itirilməsi tarixini öyrənmək üçün biz arxivlərə baxmalıyıq. Amma hansı arxivlərə? Rəsmi arxivlərə yox. Çünki rəsmi arxivlərdə həqiqət yoxdur. Rəsmi arxivlərdə yalnız yalanlar var. Həqiqət gizli arxivlərdədir. Və bu gizli arxivlər kimdədir? Təhlükəsizlik xidmətindədir. Və bugün ilk dəfə olaraq biz sizə bu gizli arxivlərdən bəzi sənədlər göstərəcəyik. Bu sənədlər sizin Şuşa haqqında bildiklərinizdən hər şeyi dəyişəcək. Birinci sənəd. 23 may 1992-ci il, saat 14. Təhlükəsizlik xidmətinin daxili raportudur. Bu raportda yazılır ki, Həsən Həsənov o gün səhər saat 9-da öz kabinetinə gəlib və o çox narahat görünürdü. O heç kimlə danışmadı, heç bir telefon zənginə cavab vermədi və bütün günü kabinetində tək qaldı. Raportda daha yazılır ki, saat 14-də Həsən Həsənov kabinetindən çıxdı və birbaşa prezident aparatına getdi. O orada təxminən 30 dəqiqə qaldı və sonra geri qayıtdı. Amma o geri qaydanda onun əlində bir zərf var idi. Qalın, ağ bir zərf. Və bu zərfi o öz seyfində saxladı. Bu zərfdə nə var idi? Raportda bu barədə heç nə yazılmayıb. Amma bəzi mənbələr deyir ki, bu zərfdə Şuşa əməliyyatının dayandırılması haqqında əmr var idi. Və bu əmri kim vermişdi? Prezidentmi? Yoxsa başqa kimsə? İkinci sənəd. 24 may 1992-ci il, saat 21. Təhlükəsizlik xidmətinin xarici əlaqələr şöbəsinin qeydidir. Bu qeyddə yazılır ki, o gün axşam Bakıya xarici bir təyyarə enmişdi. Bu təyyarə Moskvadan gəlmişdi. Amma təyyarənin qeydiyyat nömrəsi rəsmi siyahıda yox idi. Yəni bu təyyarə qeyri-rəsmi idi. Təyyarədən 3 nəfər düşdü. Onların adları qeyddə yazılmayıb, amma yazılıb ki, onlar birbaşa hökumət evinə getdilər və onlardan biri Həsən Həsənovla görüşdü. Bu adam kim idi? Qeyddə bu barədə heç nə yazılmayıb. Amma biz bilirik ki, bu adam o gecə Həsən Həsənovun otağına gələn qonaq idi. Və biz bilirik ki, bu adam Moskvadan göndərilmişdi. Amma onu kim göndərmişdi? Rusiya hökumətimi, yoxsa başqa bir qurummu? Üçüncü sənəd. 25 may 1992-ci il, saat 6. Təhlükəsizlik xidmətinin tibbi şöbəsinin hesabatıdır. Bu hesabatda yazılır ki, Həsən Həsənov o gün səhər saat 5-də xəstəxanaya yerləşdirilib. Onun diaqnozu kəskin ürək çatışmazlığı idi. Amma hesabatda daha yazılır ki, Həsən Həsənovun qanında yüksək dozada sakitləşdirici dərmanlar aşkar edilib və bu dərmanlar ona kim verib, hesabatda bu barədə heç nə yazılmayıb. Amma biz bilirik ki, bu dərmanlar ona o gecə verilib və biz bilirik ki, bu dərmanları ona verən şəxs onu susturmaq istəyirdi. Çünki Həsən Həsənov çox şey bilirdi və o danışa bilərdi. Amma o dərmanlar onu susturmaq üçün kifayət etdi. Bu üç sənəd bizə nə deyir? Onlar bizə deyir ki, Şuşanın itirilməsi təsadüf deyildi. Bu planlaşdırılmış bir əməliyyat idi və bu əməliyyatı planlaşdıranlar çox güclü idilər. Onlar Moskvadaydılar, Bakıdaydılar və bəlkə də başqa yerlərdə idilər və onlar Həsən Həsənovu bir vasitə kimi istifadə etdilər. Onlar ona dedilər ki, Şuşanı təhvil ver və biz səni qoruyacağıq. Və Həsən Həsənov razılaşdı, çünki o qorxurdu, çünki o zəif idi və çünki o başqa seçimi yox idi. Amma bu sənədlər harda saxlanılır? Təhlükəsizlik xidmətinin arxivindədir və bu arxivə kim daxil ola bilər? Yalnız çox yüksək səviyyəli icazəsi olan şəxslər. Və bu şəxslər kimdir? Onlar hökumət əməkdaşlarıdır, təhlükəsizlik zabitləridir və bəlkə də xarici kəşfiyyat xidmətlərinin nümayəndələridir. Və onlar istəmirlər ki, bu sənədlər açıqlansın. Çünki bu sənədlər açıqlansa, çox böyük bir qalmaqal olacaq, çox böyük adamların adları üzə çıxacaq və çox böyük cinayətlər aşkar olunacaq. Biz bu sənədləri necə əldə etdik? Biz bunu deyə bilmərik. Çünki bu bizim mənbələrimizi təhlükəyə atacaq. Amma biz deyə bilərik ki, bu sənədlər həqiqidir. Onlar saxta deyil və onlar sizə göstərir ki, Şuşanın itirilməsi haqqında rəsmi versiya yalan idi. Həqiqət başqa idi və bu həqiqət çox acı idi. İndi isə gəlin bir başqa məsələyə nəzər salaq. O sənədlərdə adı çəkilən şəxslər bugün hardadır? Onlardan bəziləri artıq bu dünyada deyil.
Onlardan bəziləri təqaüddədir, amma onlardan bəziləri hələ də yüksək vəzifələrdədir və onlar hələ də güclüdürlər və onlar hələ də istəmirlər ki, həqiqət üzə çıxsın. Çünki həqiqət üzə çıxsa, onların hamısı məhv olacaq. Onların karyeraları, onların nüfuzları, onların sərvətləri, hamısı məhv olacaq. Və ona görə də onlar hər şey edirlər ki, bu sənədlər gizli qalsın. Onlar jurnalistləri hədələyirlər, şahidləri susturmağa çalışırlar və arxivləri məhv edirlər. Amma biz onlardan qorxmuruq. Biz həqiqəti axtarırıq və biz tapacağıq. Təsəvvür edin ki, siz o sənədlərdə adı çəkilən şəxslərdən birisiniz. Təsəvvür edin ki, siz 34 il əvvəl bir cinayətə şərik oldunuz və təsəvvür edin ki, bu gün kimsə bu cinayəti araşdırır. Siz nə edərdiniz? Siz həqiqəti etiraf edərdinizmi? Yoxsa siz hər şeyi inkar edərdiniz? Və əgər siz inkar etsəniz, siz özünüzü necə hiss edərdiniz? Siz rahat yata bilərdinizmi? Yoxsa hər gecə kabuslar görərdiniz və bu kabuslar sizə nə göstərərdi? Şuşanın düşməsini, yoxsa öz vicdanınızın əzabını? Siz nə düşünürsünüz? Bu sənədlər açıqlanmalıdırmı, yoxsa onlar gizli qalmalıdırmı? Və əgər onlar açıqlansa, bu Azərbaycan üçün yaxşı olarmı, yoxsa pis? Bu suallar haqqında düşünün. Çünki bu sualların cavabları yalnız keçmişi deyil, gələcəyi də müəyyən edəcək. Hər böyük xəyanətin arxasında bir adam dayanır. Bir adam ki, o kölgədə qalır, amma hər şeyi idarə edir. Bir adam ki, o heç vaxt öz əlini çirkləndirmir, amma başqalarını çirkləndirməyə məcbur edir. Və Şuşanın itirilməsi əməliyyatının arxasında da belə bir adam var idi. Biz ona əsas şəxs deyirik. Çünki onun həqiqi adını biz hələ bilmirik. Amma biz bilirik ki, o mövcuddur və biz bilirik ki, o hələ də sağdır. Və bugün ilk dəfə olaraq biz sizə bu adam haqqında bildiyimiz hər şeyi danışacağıq. Əsas şəxs haqqında ilk məlumat bizə keçmiş bir təhlükəsizlik zabiti verdi. Bu zabit adını açıqlamaq istəməyən bu şəxs bizə dedi ki, o 1992-ci ildə Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatlar şöbəsində işləyirdi və o bir gün eşitdi ki, onların şöbəsinə xarici bir məsləhətçi gəlib. Bu məsləhətçi Moskvadan göndərilmişdi və o çox yüksək səlahiyyətlərə malik idi. O istədiyi hər bir sənədə baxa bilirdi, istədiyi hər bir şəxslə görüşə bilirdi və istədiyi hər bir əmri verə bilirdi və heç kim ona sual verə bilmirdi. Zabit deyir ki, bu məsləhətçi təxminən 25-30 yaşlarındaydı, hündür boyluydu və çox soyuq bir baxışı var idi. O az danışırdı, amma danışanda hamı onu dinləyirdi və o Azərbaycan dilində danışmırdı. O yalnız rusca danışırdı. Amma onun ruscası çox təmiz idi. Sanki o Moskvada böyümüşdü. Zabit daha da deyir ki, bu məsləhətçi Bakıda təxminən 2 həftə qaldı və bu 2 həftə ərzində o bir çox yüksək vəzifəli şəxslərlə görüşdü. O Həsən Həsənovla da görüşdü və zabit deyir ki, Həsən Həsənov bu məsləhətçidən çox qorxurdu. Hər dəfə məsləhətçi Həsən Həsənovun kabinetinə girəndə Həsən Həsənovun üzü ağarırdı və hər dəfə məsləhətçi çıxanda Həsən Həsənov uzun müddət heç kimlə danışmırdı. Sanki o şokdaydı. Zabit özündən soruşurdu ki, bu məsləhətçi Həsən Həsənova nə deyir, nə ilə onu hədələyir və niyə Həsən Həsənov ona qarşı çıxa bilmir? Bəzi mənbələr deyir ki, bu məsləhətçi Rusiyanın xarici kəşfiyyat xidmətinin əməkdaşı idi. Başqaları deyir ki, o QRA-nın, yəni Hərbi Kəşfiyyat İdarəsinin zabiti idi. Amma hamı bir şeydə razılaşır ki, bu adam çox təcrübəli idi, çox təhlükəli idi və çox güclü idi. Və o Bakıya təsadüfən gəlməmişdi. O bir missiya ilə gəlmişdi və bu missiya Şuşanın itirilməsini təmin etmək idi. Niyə? Çünki Rusiya istəyirdi ki, Qarabağ münaqişəsi davam etsin. Çünki münaqişə davam etdikcə Azərbaycan və Ermənistan Rusiyadan asılı olacaqdılar və Rusiya bu asılılıqdan faydalanacaqdı. İndi isə gəlin bir başqa məsələyə nəzər salaq. Əsas şəxs yalnız Həsən Həsənovla görüşmürdü. O başqaları ilə də görüşürdü və bu başqaları arasında bir general var idi. Bu general o dövrdə Azərbaycan ordusunun yüksək rütbəli zabitlərindən biri idi və o Şuşa əməliyyatının planlaşdırılmasında iştirak edirdi. Amma 24 may gecəsi bu general qəfil olaraq xəstələndi. Rəsmi səbəb qida zəhərlənməsi idi. Amma bəzi mənbələr deyir ki, bu qida zəhərlənməsi deyildi. Bu qəsdən edilmiş bir şey idi.
Çünki bu general Şuşa əməliyyatının davam etməsini istəyirdi və əsas şəxs onu dayandırmalı idi. Və onu dayandırmağın ən asan yolu onu xəstələndirmək idi. Və o xəstələndi və Şuşa əməliyyatı dayandırıldı. Bu general bu gün də sağdır. O təqaüddədir və Bakıda yaşayır. Biz onunla görüşmək istədik, amma o imtina etdi. O dedi ki, o gecə haqqında danışmaq istəmir. Amma onun yaxın adamları bizə dedilər ki, o general hələ də o gecəni xatırlayanda qəzəblənir. O deyir ki, o xəyanətə məruz qaldı. O deyir ki, Şuşa əməliyyatı uğurla başa çata bilərdi, amma kimsə onu sabotaj etdi. Və o bu kimsənin kim olduğunu bilir, amma o adını demək istəmir. Çünki o qorxur. Çünki o bilir ki, əsas şəxs hələ də güclüdür və o hələ də təhlükəlidir. Təsəvvür edin ki, siz bir generalsınız və sizə tapşırılıb ki, bir əməliyyat keçirəsiz. Siz əməliyyatı planlaşdırırsınız, qoşunları hazırlayırsınız və hər şey hazırdır. Amma birdən sizə deyirlər ki, əməliyyat ləğv edilib. Siz soruşursunuz ki, niyə? Sizə cavab verirlər ki, yuxarıdan əmr var. Siz daha soruşursunuz ki, kimdən? Sizə deyirlər ki, soruşma. Və siz susursunuz. Çünki siz bilirsiniz ki, əgər daha soruşsaz, siz də xəstələnə bilərsiniz. Yoxsa daha pis bir şey başınıza gələ bilər. Və siz susursunuz. Və Şuşa düşür. Və siz özünüzü günahkar hiss edirsiniz. Çünki siz bilirsiniz ki, siz bir şey edə bilərdiniz, amma etmədiniz. Və bu hiss sizi ömrünüzün sonuna qədər təqib edir. Əsas şəxs haqqında daha bir məlumat bizə başqa bir mənbədən gəldi. Bu mənbə, keçmiş bir diplomat, bizə dedi ki, o dövrdə Bakıda bir şayiə yayılmışdı. Bu şayiəyə görə Moskvada bir qrup var idi ki, onlar Cənubi Qafqazda baş verən hər şeyi idarə edirdilər. Bu qrup çox gizli idi və onun üzvlərinin adları heç kimin məlumu deyildi. Amma onların nümayəndələri bütün regionda fəaliyyət göstərirdilər. Və bu nümayəndələrdən biri Bakıda idi və bu nümayəndə əsas şəxs idi. Diplomat deyir ki, bu qrup yalnız Azərbaycanda deyil, Ermənistanda da, Gürcüstanda da fəaliyyət göstərirdi. Və onların məqsədi regionda sabitliyi deyil, qeyri-sabitliyi təmin etmək idi. Çünki qeyri-sabitlik Rusiyanın maraqlarına uyğun idi. Diplomat daha da deyir ki, bu qrup çox varlı idi. Onların əlində milyonlarla dollar var idi və onlar bu pulları rüşvətlər vermək üçün, adamları satın almaq üçün və əməliyyatları maliyyələşdirmək üçün istifadə edirdilər. Və Həsənov da bu pullardan aldı. Diplomat deyir ki, o dəqiq məbləği bilmir. Amma o eşidib ki, Həsən Həsənova 25.000 dollar verilib və bu pul ona o gecə verilib. O qara çantada. Və bu pul ona deyildi ki, bu sənin susqunluq haqqındır. Şuşanı təhvil ver və daha çox pul alacaqsan. Amma əgər danışsan, sən məhv olacaqsan. Siz nə düşünürsünüz? Əsas şəxs kim idi? O hələ də sağdırmı? Və əgər sağdırsa, o bugün hardadır? Moskvada mı? Yoxsa başqa bir yerdəmi? Və o hələ də Azərbaycanda nüfuza malikdirmi? Bu suallar haqqında düşünün. Çünki bu sualların cavabları yalnız keçmişi deyil, bugünü də izah edəcək. Çünki əsas şəxs kimi adamlar heç vaxt təqaüdə çıxmırlar. Onlar həmişə fəaliyyətdə olurlar və onlar həmişə kölgədə qalırlar. Amma onların təsiri həmişə hiss olunur. Təsəvvür edin ki, siz 12 nəfərdən ibarət bir qrupun üzvüsünüz və bu qrupun hər bir üzvü Həsən Həsənov haqqında hər şeyi bilir. Onun hər bir tibbi problemini, hər bir qaçış planını, Bakının altındakı hər bir gizli tuneli. İndi təsəvvür edin ki, siz seçim etməlisiniz. Öz sədaqətinizi saxlamaq, yoxsa öz həyatınızı xilas etmək. 24 may 1992-ci ildə bu 12 nəfər seçim etdilər və bu seçim Azərbaycanın tarixini dəyişdi. Amma bu seçimi etməzdən əvvəl onlar bir şey bilirdilər ki, heç kim bilmirdi. Onlar bilirdilər ki, Bakının altında tunellər var. Tunellər ki, onlar hökumət evindən başlayır və şəhərin müxtəlif nöqtələrinə çıxır. Tunellər ki, onlar Sovet dövründə tikilmişdi və rəsmi xəritələrdə heç vaxt göstərilməmişdi. Və bu tunellərdən biri Həsən Həsənovun şəxsi qaçış yoluydu. O tunel hökumət evinin zirzəmisindən başlayırdı və birbaşa hava limanına gedən bir yola çıxırdı. Və 24 may gecəsi Həsən Həsənov bu tuneli yoxladı. O özü getdi. Heç kimi özü ilə aparmadı. Və o geri qaydanda onun ayaqqabıları palçıqla örtülmüşdü və üzündə dərin bir narahatlıq ifadəsi var idi. Niyə o gecə bu tuneli yoxladı? O qaçmağa hazırlaşırdımı? Yoxsa o kiməsə göstərmək istəyirdi ki, bu tunel mövcuddur və istifadə oluna bilər? Bu 12 nəfərlik qrupun üzvlərindən biri
Adını açıqlamaq istəməyən bu şəxs bizə dedi ki, Həsən Həsənov o dövrdə çox qorxurdu. O hər gün dəyişən marşrutlarla işə gedirdi. O heç vaxt eyni maşında getmirdi və o həmişə yanında 2 mühafizəçi saxlayırdı. Amma ən qəribəsi o idi ki, o hər həftə həkimə gedirdi və həkim ona güclü sakitləşdirici dərmanlar yazırdı. Bu dərmanların adları bizim əlimizdədir. Diazepam, fenazepam və daha güclü psixotrop maddələr. Bu dərmanlar insanın şuurunu bulandırır, qərar qəbul etmə qabiliyyətini zəifləndirir və iradəni sındırır. Və Həsən Həsənov bu dərmanları hər gün qəbul edirdi. Səhər 2 həb, axşam 3 həb və gecə yatmazdan əvvəl daha 2 həb. Və o özü bilmirdi ki, bu dərmanlar ona nə edir? O düşünürdü ki, bu dərmanlar ona kömək edir. Amma əslində bu dərmanlar onu idarə oluna bilən bir adama çevirirdi. Və kimsə bunu bilirdi. Kimsə bu dərmanları ona verməyi davam etdirirdi. Və kimsə gözləyirdi ki, Həsən Həsənov o qədər zəifləsin ki, hər hansı bir əmrə tabe olsun. Qrupun başqa bir üzvü bizə Həsən Həsənovun son günlərindəki fiziki vəziyyətini təsvir etdi. O deyir ki, 20 may ətrafında Həsən Həsənovun əlləri daim titrəyirdi. O stəkandan su içəndə su tökülürdü. O qələmlə yazanda hərflər əyri-üyrü olurdu və o ayağa qalxanda bir neçə saniyə tarazlığını itirirdi. Sanki onun bədəni ona itaət etmirdi və ən qorxuncu şey onun gözlərində idi. O deyir ki, Həsən Həsənovun gözlərində ölüm qorxusu var idi. Hər dəfə kimsə onun otağına girəndə o çəkinirdi. Hər dəfə telefon zəngi çalanda o ürəkdən gedirdi və hər gecə o yatmazdan əvvəl bir neçə yuxu həbi qəbul edirdi. Amma hətta bu həblər də ona kömək etmirdi. Çünki o yuxuda da kabus görürdü və bu kabuslar hamısı eyni idi. O özünü bir otaqda görürdü və bu otağın qapısı açılırdı və içəri bir kölgə girirdi və bu kölgə ona deyirdi ki, vaxtın bitdi. Və Həsən Həsənov bu kabusu hər gecə görürdü və o bilirdi ki, bu kabus bir gün gerçəkləşəcək. İndi isə gəlin bir başqa məsələyə nəzər salaq. O tunellər haqqında. Bakının altındakı bu gizli tunellər haqqında. Bu tunellər nə vaxt tikilmişdi? Kim tikdirmişdi və niyə onlar rəsmi xəritələrdə göstərilməmişdi? Bəzi mənbələr deyir ki, bu tunellər 1950-ci illərdə soyuq müharibə dövründə tikilmişdi. O dövrdə Sovet İttifaqı atom müharibəsinə hazırlaşırdı və hər böyük şəhərdə yeraltı sığınacaqlar və tunellər tikilirdi. Bakıda da belə tunellər tikildi. Amma bu tunellər haqqında məlumat çox məhdud idi. Yalnız ən yüksək vəzifəli şəxslər bu tunellərin mövcudluğundan xəbərdar idilər və Həsən Həsənov da bu şəxslərdən biri idi. O bilirdi ki, bu tunellər hardan başlayır, hara çıxır və necə istifadə olunur. Və 24 may gecəsi o bu tunellərdən birini yoxladı. Niyə? Bəlkə də o qaçmağa hazırlaşırdı. Bəlkə də o kiməsə göstərmək istəyirdi ki, bu tunel mövcuddur. Yoxsa o kiməsə bu tuneldə gizli bir görüş təklif etmişdi. Qrupun üçüncü bir üzvü bizə daha şok edici bir şey danışdı. O deyir ki, 24 may gecəsi saat 22-də Həsən Həsənov öz kabinetindən çıxdı və birbaşa zirzəmə indi. O orada təxminən 15 dəqiqə qaldı və sonra geri qayıtdı. Amma o geri qaydanda onun yanında başqa bir adam var idi. Bu adam kim idi? Qrupun üzvü bilmir. Çünki o adam üzünü gizlətmişdi. Amma o deyir ki, bu adam Həsən Həsənovla rusca danışırdı və Həsən Həsənov ona çox hörmətlə yanaşırdı. Sanki o çox güclü bir adam idi. Və bu adam Həsən Həsənovun kabinetinə girdi və təxminən 1 saat orada qaldı və sonra yenə zirzəmə indi və getdi. Və heç kim onu görmədi. Heç kim onun adını bilmir və heç kim bilmir o Həsən Həsənova nə dedi. Amma biz bilirik ki, o gecədən sonra hər şey dəyişdi. Şuşa əməliyyatı dayandırıldı və Həsən Həsənov xəstəxanaya düşdü. Təsəvvür edin ki, siz o 12 nəfərdən birisiniz. Təsəvvür edin ki, siz 34 il əvvəl bir şeyin şahidi oldunuz. Və təsəvvür edin ki, bugün kimsə sizə deyir ki, danış və biz səni qoruyacağıq. Siz danışar mısınız? Yoxsa siz qorxaraq susar mısınız? Və əgər danışsanız, siz özünüzü təhlükəsiz hiss edərmisiniz? Yoxsa hər gecə qapının döyülməsini gözləyərdiniz? Bu qrupun üzvlərindən biri bizə dedi ki, mən hər gecə qorxuram. Mən bilirəm ki, onlar məni tapacaqlar. Amma mən danışmalıyam. Çünki əgər mən danışmasam, həqiqət heç vaxt üzə çıxmayacaq. Və əgər həqiqət üzə çıxmazsa, Şuşa boşuna itəcək. Bu adam çox cəsurdur. Amma o tək deyil. Başqaları da var və onlar da danışmağa hazırlaşırlar.
və onlar danışanda hər şey dəyişəcək. Çünki onlar bilir ki, o tunellərdə nə baş verdi. Onlar bilir ki, o gecə kim gəldi və onlar bilir ki, Həsən Həsənova nə deyildi. Siz nə düşünürsünüz? O tunellər bu gündə mövcuddurmu, yoxsa onlar bağlanıbmı? Və əgər mövcuddursa, onlar bu gün nə üçün istifadə olunur? Və o 12 nəfərlik qrupun üzvləri danışmalıdırmı, yoxsa onlar susmalıdırmı? Bu suallar haqqında düşünün. Çünki bu sualların cavabları yalnız keçmişi deyil, gələcəyi də müəyyən edəcək. Hər böyük cinayətin arxasında sənədlər var. Sənədlər ki, onlar həqiqəti sübut edir. Sənədlər ki, onlar günahkarları ifşa edir. Və Şuşanın itirilməsi cinayətinin arxasında da sənədlər var. Amma bu sənədlər hardadır? Bəziləri təhlükəsizlik xidmətinin arxivindədir. Bəziləri prezident aparatının seyfindədir. Və bəziləri isə məhv edilib. Bəli, siz düzgün eşitdiniz. Məhv edilib. 25 may 1992-ci ildə Şuşa düşəndən bir neçə saat sonra hökumət evində qəribə bir hərəkət başladı. Bir qrup adam gəldi və onlara əmr verildi ki, müəyyən sənədləri toplayıb məhv etsinlər. Hansı sənədlər? Şuşa əməliyyatı ilə bağlı bütün sənədlər, planlar, əmrlər, hesabatlar, yazışmalar, hamısı. Və bu sənədlər necə məhv edildi? Bəziləri yandırıldı, bəziləri parçalandı və bəziləri isə kimyəvi maddələrlə həll edildi. Bəli, siz düzgün eşitdiniz. Kimyəvi maddələrlə həll edildi. Sanki bu sənədlər heç vaxt mövcud olmamışdı. Və bu əməliyyatı kim əmr etdi? Kim istədi bu sənədlər məhv edilsin? Və niyə bu sənədlər o qədər təhlükəli idi ki, onları məhv etmək lazım idi? Amma hər cinayətdə bir səhv olur və bu cinayətdə də səhv oldu. Bir sənəd məhv edilmədi, yalnız bir sənəd. Və bu sənəd bu gün bizim əlimizdədir. Bu sənəd 24 may 1992-ci il tarixlidir. Bu sənəd Həsən Həsənovun öz əli ilə yazılmış bir qeyddir. Və bu qeyddə yazılıb ki, bu gün axşam saat 23-də mənə deyildi ki, Şuşa əməliyyatını dayandırmalıyam. Mən soruşdum, niyə? Mənə cavab verildi. Çünki yuxarıdan əmr var. Mən soruşdum, kimdən? Mənə cavab verildi, soruşma. Mən başa düşdüm ki, mən seçim etməliyəm. Ya əmrə tabe oluram, ya da məhv oluram. Mən ailəmi düşündüm və qərar verdim. Allah məni bağışlasın. Bu qeyd Həsən Həsənovun öz əli ilə yazılıb və bu qeyd onun seyfində tapılıb. Və bu qeyd sübut edir ki, Şuşanın itirilməsi onun şəxsi qərarı deyildi. Bu ona verilmiş bir əmrin nəticəsi idi. Və bu əmri kim verdi, biz bilirik. Amma biz hələ deyə bilmərik, çünki bu çox təhlükəlidir. İndi isə gəlin başqa sənədlərə nəzər salaq. Təhlükəsizlik xidmətinin arxivində UM0544 kodu ilə qeydə alınmış xüsusi qovluqlar var idi. Bu qovluqlarda Həsən Həsənovun həqiqi sağlamlıq vəziyyəti, qaçış planları və daha şok edici bir şey var idi. Onun ailəsi ilə bağlı kompromatlı materiallar. Bu qovluqlarda yazılırdı ki, Həsən Həsənovun oğlunun xaricdə qanunsuz biznes əlaqələri var. Qızının Moskvada şübhəli görüşləri olub və hətta arvadının keçmiş əlaqələri haqqında sənədlər var. Və əsas şəxs bu qovluqları Həsən Həsənova göstərdi və dedi ki, əgər sən əmrə tabe olmazsan, bu məlumatlar bütün dünyaya yayılacaq və sənin ailən məhv olacaq. Və Həsən Həsənov tabe oldu, çünki o ailəsini qorumaq istəyirdi, hətta Şuşanı qurban versə də. Və bu qovluqlar 25 may günü məhv edildi. Yalnız 3 nüsxə var idi və 3-ü də yandırıldı. Amma bir nəfər bu qovluqların məzmununu əzbərləmişdi. Bu adam keçmiş bir arxiv işçisidir və o bizə dedi ki, o qovluqlarda o qədər şok edici məlumatlar var idi ki, əgər onlar açıqlansa, Azərbaycanın siyasi elitasının yarısı məhv olardı. Çünki o qovluqlarda yalnız Həsən Həsənov haqqında deyil, başqaları haqqında da məlumatlar var idi. Generallar, nazirlər, biznesmenlər, hamısı və hamısının gizli əlaqələri, gizli hesabları və gizli cinayətləri var idi. Və bu məlumatlar Moskvada saxlanılırdı və Moskva bu məlumatları istədiyi zaman istifadə edirdi. Şantaj üçün, nəzarət üçün və idarə etmək üçün. Və arxiv işçisi deyir ki, o qovluqlarda Həsən Həsənovun qəbul etdiyi dərmanların siyahısı da var idi. Və bu siyahıda çox qəribə dərmanlar var idi. Məsələn, güclü psixotrop dərmanlar. Dərmanlar ki, onlar insanın şuurunu dəyişir, qərarlarını təsir edir və iradəsini zəifləndirir. Arxiv işçisi bizə daha bir şey dedi. O deyir ki, Həsən Həsənov bu dərmanları hər gün qəbul edirdi
Və o özü bilmirdi ki, bu dərmanlar ona nə edir? O düşünürdü ki, bu dərmanlar ona kömək edir. Amma əslində bu dərmanlar onu idarə oluna bilən bir adama çevirirdi. Və əsas şəxs bunu bilirdi. Və o bu dərmanları Həsən Həsənova verməyi davam etdirirdi. Çünki o, Həsən Həsənovu tam nəzarət altında saxlamaq istəyirdi. Və təsəvvür edin ki, siz hər gün bir dərman qəbul edirsiniz və siz düşünürsünüz ki, bu dərman sizə kömək edir. Amma əslində bu dərman sizin beyninizi dəyişir, sizin düşüncələrinizi dəyişir və sizin qərarlarınızı dəyişir və siz bunu bilmirsiniz. Siz sadəcə hiss edirsiniz ki, siz dəyişirsiniz, amma niyə dəyişdiyinizi başa düşmürsünüz. Və bir gün siz bir qərar qəbul edirsiniz və bu qərar sizin ölkənizin taleyini dəyişir. Və siz sonradan özünüzdən soruşursunuz ki, mən niyə belə qərar verdim? Və siz cavab tapa bilmirsiniz. Çünki o qərar sizin deyildi. O qərar o dərmanların idi. Və o dərmanları sizə verən adamın idi. İndi isə gəlin başqa bir məsələyə nəzər salaq. Niyə bu sənədlər məhv edildi? Çünki onlar çox təhlükəli idi. Onlar sübut edirdi ki, Şuşanın itirilməsi təsadüf deyildi. Bu planlaşdırılmış bir əməliyyat idi. Və bu əməliyyatı planlaşdıranlar çox güclü idilər. Və onlar istəmirdilər ki, həqiqət üzə çıxsın. Çünki həqiqət üzə çıxsa, onların hamısı məhv olacaqdı. Və ona görə də onlar hər şey etdilər ki, bu sənədlər məhv edilsin. Və onlar uğur qazandılar. Demək olar ki, bütün sənədlər məhv edildi. Amma bir sənəd qaldı. Həsən Həsənovun öz əli ilə yazdığı o qeyd. Və bu qeyd kifayətdir. Çünki bu qeyd sübut edir ki, Həsən Həsənov günahkar deyildi. O qurban idi. Və həqiqi günahkarlar başqaları idi. Və bu qeyd bu gün də mövcuddur. Və bir gün o açıqlanacaq. Və o gün gələndə hamı biləcək ki, Şuşa necə itdi. Siz nə düşünürsünüz? Bu sənədlər niyə məhv edildi? Və kim əmr verdi ki, onlar məhv edilsin? Və o sənədlərdə daha nə var idi? Bu suallar haqqında düşünün. Çünki bu sualların cavabları Şuşanın itirilməsinin həqiqi səbəblərini açıqlayacaq. Hər böyük xəyanətin bir kulminasiya nöqtəsi var. Bir an ki, o anda hər şey həll olunur. Və Şuşa xəyanətinin kulminasiya nöqtəsi 24 may gecəsi saat 23 idi. O anki əsas şəxs Həsənovun otağına girdi. O anki o Həsən Həsənova dedi ki, indi qərar ver. Və Həsən Həsənov qərar verdi. Amma bu qərarı vermədən əvvəl bir şey baş verdi. Bir şey ki, heç kim bilmir. Bir şey ki, yalnız o otaqda olan 2 nəfər bilir. Və bu 2 nəfərdən biri artıq ölüb, digəri isə hələ də gizlənir. Amma biz bilirik ki, o otaqda nə baş verdi. Çünki o otaqda gizli bir mikrofon var idi. Və bu mikrofon hər şeyi qeyd etdi. Və bu qeyd hələ də mövcuddur. Və bugün ilk dəfə olaraq biz sizə bu qeydin bir hissəsini danışacağıq. Bu qeyddə 2 səs eşidilir. Biri Həsən Həsənovun səsidir. Digəri isə əsas şəxsin səsidir. Həsən Həsənovun səsi titrək və qorxmuşdur. Əsas şəxsin səsi isə soyuq və əmredicidir. Qeyd belə başlayır. Əsas şəxs deyir ki, siz bilirsiniz ki, mən niyə buradayam. Həsən Həsənov cavab verir ki, bəli, bilirəm, amma mən edə bilmərəm. Şuşa çox vacibdir. Xalq məndən gözləyir. Əsas şəxs deyir ki, xalq. Hansı xalq? Xalq sizi tanımır. Xalq yalnız nəticələri görür və nəticələr bizim əlimizdədir. Həsən Həsənov deyir ki, amma bu xəyanətdir, mən bunu edə bilmərəm. Əsas şəxs deyir ki, xəyanət. Yox, bu sağ qalmadır. Siz seçim etməlisiniz. Ya Şuşa, ya da ailəniz, ya ölkə, ya da övladlarınız. Seçin. Həsən Həsənov deyir ki, siz məni şantaj edirsiniz. Əsas şəxs deyir ki, mən sizə həqiqəti deyirəm. Baxın bu fotoşəkillərə, baxın bu sənədlərə və indi mənə deyin, siz hələ də Şuşanı qorumaq istəyirsiniz? Uzun bir sükut olur. Sonra Həsən Həsənovun ağlama səsi eşidilir. O deyir ki, siz məni məhv edirsiniz. Əsas şəxs deyir ki, xeyr, mən sizi xilas edirəm. Əmrə tabe olun və hər şey yaxşı olacaq. İmtina edin və hər şey pis olacaq. Seçim sizindir. Daha bir sükut olur. Sonra Həsən Həsənovun zəif səsi eşidilir. O deyir ki, mən razıyam, amma Allah məni bağışlasın. Əsas şəxs deyir ki, Allah hamımızı bağışlayacaq və ya heç birimizi. Qeyd burada bitir. Bu qeyd hər şeyi izah edir. Həsən Həsənov seçim etdi. Amma bu onun seçimi deyildi.
Bu ona verilmiş bir seçim idi. Ya ailə, ya da ölkə. Və o ailəni seçdi. Çünki o insan idi və insanlar həmişə yaxınlarını seçirlər. Hətta bu xəyanət olsa da. Və indi gəlin bir başqa məsələyə nəzər salaq. O qeyddə əsas şəxs Həsən Həsənova hansı foto şəkilləri göstərdi və hansı sənədləri? Biz bunu dəqiq bilmirik. Amma bəzi mənbələr deyir ki, o foto şəkillərdə Həsən Həsənovun oğlu var idi. Oğlu ki, o xaricdə qanunsuz biznes əməliyyatları aparırdı və o sənədlərdə bu əməliyyatların sübutları var idi. Və əgər bu sübutlar açıqlansa, Həsən Həsənovun oğlu həbs olunacaqdı. Və Həsən Həsənov bunu bilirdi və o oğlunu qorumaq istəyirdi. Hətta Şuşanı qurban versə də. Amma bu qeyd hardadır? Bu qeyd Təhlükəsizlik Xidmətinin ən gizli arxivindədir və bu arxivə yalnız ən yüksək səviyyəli icazəsi olan şəxslər daxil ola bilər. Və bu şəxslər istəmirlər ki, bu qeyd açıqlansın. Çünki bu qeyd açıqlansa, hər şey dəyişəcək. Həsən Həsənovun adı təmizlənəcək və həqiqi günahkarların adları üzə çıxacaq və bu günahkarlar məhv olacaqlar. Və ona görə də onlar hər şeyi edirlər ki, bu qeyd gizli qalsın. Amma biz bu qeydi necə əldə etdik? Biz bunu deyə bilmərik. Çünki bu bizim mənbələrimizi təhlükəyə atacaq. Amma biz deyə bilərik ki, bu qeyd həqiqidir, o saxta deyil və o sizə göstərir ki, Həsən Həsənov qurban idi və həqiqi günahkarlar başqaları idi. Təsəvvür edin ki, siz o otaqda olsaydınız. Təsəvvür edin ki, siz Həsən Həsənovun yerində olsaydınız və sizə deyilsəydi ki, ya ailən, ya da ölkən. Siz nə seçərdiniz? Siz ailəni seçərdinizmi, yoxsa ölkəni? Və əgər ailəni seçsəniz, siz özünüzü necə hiss edərdiniz? Günahkarmı, yoxsa qurbanmı? Və əgər ölkəni seçsəniz, siz ailənizə necə baxardınız? Bu suallar çox çətindir və bu sualların cavabları yoxdur. Çünki bu seçim deyil, bu tələdir və tələdə heç kim qalib çıxmır. Və indi gəlin son bir məsələyə nəzər salaq. Əsas şəxs o gecədən sonra nə etdi? O Bakıdan getdi, o Moskvaya qayıtdı və o hesabat verdi və ona dedilər ki, yaxşı iş gördün və o mükafatlandırıldı və o başqa missiyalara göndərildi. Gürcüstana, Moldovaya, Ukraynaya və hər yerdə o eyni işi gördü. O zəif adamları tapdı, onları şantaj etdi və onları öz məqsədləri üçün istifadə etdi. Və o hələ də bu işi görür, çünki o peşəkardır və peşəkarlar heç vaxt təqaüdə çıxmırlar. Siz nə düşünürsünüz? Əsas şəxs cəzalandırılmalıdırmı? Yoxsa o sadəcə öz işini görürdü? Və Həsən Həsənov bağışlanmalıdırmı? Yoxsa o xain idi? Bu suallar haqqında düşünün. Çünki bu sualların cavabları yalnız keçmişi deyil, bugünü də müəyyən edəcək. Çünki xəyanət heç vaxt bitmir. O yalnız forma dəyişir. Və əgər biz keçmişdən dərs almasaq, gələcək də eyni olacaq. İlk dəfə 34 il sonra Həsən Həsənovun şəxsi mühafizə qrupunun keçmiş komandiri kameralar qarşısında danışmağa razılaşdı. Və bu adam bizə o gecə haqqında elə şeylər danışdı ki, sizin Şuşa haqqında bildiyiniz hər şey dəyişəcək. O deyir ki, adı Rəşid olan bu keçmiş polkovnik 24 may gecəsi saat 22-də ona qəribə bir əmr verildi. Əmr belə idi ki, Həsən Həsənovun kabinetinin ətrafındakı bütün mühafizəçiləri çəkib aparsın və yalnız özü qalsın. Rəşid soruşdu ki, niyə belə qəribə bir əmr verilir? Ona cavab verildi ki, xüsusi qonaq gəlir və heç kim onu görməməlidir. Rəşid əmrə tabe oldu. Amma o özündə qəribə bir hiss var idi. Sanki böyük bir fəlakət yaxınlaşırdı və o haqlı idi. Çünki o gecə Şuşanın taleyi həll olundu və Rəşid bunu bilmədən şahid oldu. O deyir ki, həmin gecə havada elektrik kimi bir gərginlik var idi. Sanki hər şey partlamaq üzrə idi və hər şey partladı. Yalnız səssiz partladı. Heç kim eşitmədi, heç kim görmədi, amma nəticələr dəhşətli oldu. Rəşid bizə daha təfərrüatlı danışdı və onun danışdıqları sizin qanınızı donduracaq. O deyir ki, saat 23-də tünd rəngli, nömrəsiz bir maşın hökumət evinin arxa girişinə yaxınlaşdı və maşından bir nəfər düşdü. Hündür boylu, enli çiyinli, üzü qara eynəklə örtülmüş bir kişi və bu kişi heç bir sənəd göstərmədi, heç bir söz demədi. Sadəcə Rəşidə bir kağız uzatdı və kağızda yalnız bir cümlə yazılmışdı ki, buraxın, sual verməyin. Və kağızın altında bir imza var idi.
o qədər yüksək səviyyəli bir imza ki, Rəşid heç bir sual verə bilmədi. O qonağı Həsən Həsənovun kabinetinə apardı. Qapını arxadan bağladı və özü koridorda gözləməyə başladı. Rəşid deyir ki, o qapının arxasından səslər eşidirdi, amma sözləri ayırd edə bilmirdi. Yalnız bir şey aydın idi ki, Həsən Həsənovun səsi getdikcə zəifləyirdi. Sanki o tədricən təslim olurdu və təxminən 1 saat sonra qapı açıldı, qonaq çıxdı və Rəşid onun əlində artıq o qara çanta olmadığını gördü. Qonaq heç nə demədi. Sadəcə Rəşidə baxdı, başını tərpətdi və getdi. Və Rəşid kabinetə girəndə Həsən Həsənovu masanın arxasında oturmuş, başı əlləri arasında ağlayan bir adam kimi gördü. Və o an Rəşid başa düşdü ki, bir şey dəhşətli baş verdi. Amma o nə olduğunu bilmirdi və o soruşmağa cəsarət etmədi. Rəşid o gecədən sonra Həsən Həsənova nə baş verdiyini soruşmaq istədi. Amma Həsən Həsənov ona yalnız bir şey dedi və bu sözlər Rəşidin qulaqlarında hələ də səslənir. Həsən Həsənov dedi ki, Rəşid, sən heç vaxt bu gecəni unutma və heç vaxt heç kimə demə ki, bu gecə nə gördün. Çünki əgər desən, sən də məhv olarsan. Və Rəşid o vaxt başa düşmədi ki, bu sözlər nə deməkdir. Amma indi, 34 il sonra o hər şeyi başa düşür. O deyir ki, o gecə Həsən Həsənova bir hökm elan edildi və bu hökm yalnız Şuşanın deyil, Həsən Həsənovun özünün də ölüm hökmü idi. Çünki Həsən Həsənov o gecədən sonra heç vaxt əvvəlki kimi olmadı. O sönmüş bir adam kimi yaşadı və bir neçə il sonra öz yolunu tamamladı. Amma Rəşid deyir ki, Həsən Həsənovun həyatının sonu təbii deyildi. O yavaş-yavaş məhv edildi. Hər gün biraz daha, günahkarlıq hissi ilə, qorxu ilə və tənhalıq ilə məhv edildi. İndi isə gəlin bir başqa məsələyə nəzər salaq və bu məsələ çox vacibdir. O qara çantada nə var idi? Rəşid deyir ki, o çantanı açmadı. Amma o çantanın ağırlığından başa düşdü ki, içində ya pul, ya da sənədlər var idi. Bəzi mənbələr deyir ki, çantada 25 min dollar nağd pul var idi və bu pul Həsən Həsənova susqunluq haqqı kimi verildi. Başqa mənbələr deyir ki, çantada Həsən Həsənovun ailəsi haqqında kompromatlı materiallar var idi və bu materiallar ona göstərildi ki, o əmrə tabe olsun. Amma ən şok edici versiya budur ki, çantada həm pul, həm də sənədlər var idi. Yəni Həsən Həsənova həm rüşvət verildi, həm də şantaj edildi. Və o, hər iki təzyiq altında qaldı və o dözə bilmədi və o təslim oldu. Çünki o başqa seçimi yox idi. Ya ailə, ya da ölkə. Və o ailəni seçdi və bu seçim onu məhv etdi. Rəşid bizə daha bir şey danışdı və bu şey çox təəssüf doğurur. O deyir ki, 25 may səhəri Şuşa düşəndən sonra o Həsən Həsənovun kabinetinə getdi və onu yerdə uzanmış tapdı. Həsən Həsənov huşsuz idi. Üzü ağappaq idi və dodaqları göyərmişdi. Rəşid təcili yardım çağırdı və Həsən Həsənov xəstəxanaya aparıldı. Amma həkimlər Rəşidə dedilər ki, Həsən Həsənovun vəziyyəti çox ağırdı və onun sağ qalma şansı azdı. Rəşid soruşdu ki, nə olub? Həkimlər cavab verdilər ki, onun qanında çox yüksək dozada sakitləşdirici dərmanlar var. Sanki o, özünü zərərli vəziyyətə salmaq istəyib. Amma Rəşid bilirdi ki, Həsən Həsənov özünə belə etməyib. Ona bu dərmanları kimsə verib və bu kimsə onu susturmaq istəyib və o demək olar ki, uğur qazanıb. Çünki Həsən Həsənov o günlərdən sonra heç vaxt əvvəlki kimi danışa bilmədi. Təsəvvür edin ki, siz bir mühafizəçisiniz və sizin vəzifəniz bir adamı qorumaqdır. Amma bir gün siz başa düşürsünüz ki, siz onu qoruya bilməyəcəksiniz. Çünki təhlükə xaricdən deyil, daxildən gəlir. Və siz heç nə edə bilməzsiniz. Siz sadəcə baxırsınız və görürsünüz ki, sizin qoruduğunuz adam tədricən məhv olur. Və siz özünüzü günahkar hiss edirsiniz. Çünki siz bilirsiniz ki, siz bir şey edə bilərdiniz, amma etmədiniz. Və bu hiss sizi ömrünüzün sonuna qədər təqib edir. Rəşid deyir ki, o hər gecə o gecəni xatırlayır və o özündən soruşur ki, mən niyə daha çox sual vermədim? Mən niyə o qonağı saxlamadım? Mən niyə Həsən Həsənovu qorumadım? Amma o cavab bilir ki, çünki o qorxurdu və qorxu insanı iflic edir və qorxu xəyanəti mümkün edir. Siz nə düşünürsünüz? Rəşid günahkardırmı? Yoxsa o da qurbandırmı? Və əgər siz onun yerində olsaydınız, siz nə edərdiniz? Daha çox sual verərdinizmi? Yoxsa siz də susardınızmı? Da bu suallar haqqında düşünün. Çünki bu suallar yalnız keçmiş haqqında deyil, bugün haqqında da.
Çünki bugün də Rəşid kimi insanlar var. İnsanlar ki, onlar hər şeyi görürlər, amma susmağa məcburdurlar. Və onların susqunluğu xəyanəti mümkün edir. Və biz susmamalıyıq. Biz danışmalıyıq. Və biz həqiqət axtarmalıyıq. Hər böyük xəyanətin bir qara siyahısı var. Siyahı ki, onda məhv edilməli olan adamların adları yazılıb. Və Şuşa xəyanətinin də belə bir siyahısı var idi. Və bu siyahı Həsən Həsənovun şəxsi seyfində tapıldı. Və bu siyahıda 15 ad var idi. 15 general və yüksək vəzifəli şəxsin adı. Adamlar ki, onlar Şuşa əməliyyatını dəstəkləyirdilər və onlar Həsən Həsənova təzyiq göstərirdilər ki, əməliyyat davam etsin. Və bu siyahı Həsən Həsənovun öz əli ilə yazılmışdı. Və siyahının üstündə bir cümlə var idi ki, bayramdan sonra. Nə demək idi bu? Bayramdan sonra nə olacaqdı? Bəzi mənbələr deyir ki, bu siyahıdakı adamlar bayramdan sonra həbs ediləcəkdilər. Başqaları deyir ki, onlar vəzifələrindən uzaqlaşdırılacaqdılar. Amma ən qorxunc versiya budur ki, onlar məhv ediləcəkdilər. Fiziki olaraq məhv ediləcəkdilər. Və bu siyahı onların ölüm siyahısı idi. Və bu siyahı həqiqətən mövcud idi. Amma bu siyahını kim hazırladı? Həsən Həsənov mu? Xeyr. Həsən Həsən bu siyahını yazmadı. O yalnız köçürdü. Bu siyahını ona əsas şəxs verdi və əsas şəxs ona dedi ki, bax, bu adamlar sənin düşmənlərindir. Onlar səni məhv etmək istəyirlər. Amma biz səni qoruyacağıq. Əgər sən bizə kömək etsən, biz onları məhv edəcəyik. Amma əgər sən bizə kömək etməsən, biz səni məhv edəcəyik. Və Həsən Həsənov seçim etdi. O öz həmkarlarını satdı. O öz generallarını satdı və o Şuşanı satdı. Çünki o qorxurdu. Və qorxu insanı hər şeyə qadir edir. Və qorxu xəyanəti mümkün edir. İndi isə gəlin o siyahıdakı adlara nəzər salaq. Siyahıda kim var idi? Biz bütün adlar deyə bilmərik. Çünki bu çox təhlükəlidir. Amma biz bəzi adlar deyə bilərik. Siyahıda General Telman var idi. O adam ki, Şuşa əməliyyatının hərbi planını hazırlamışdı. Siyahıda Polkovnik Vagif var idi. O adam ki, cəbhədəki qoşunları idarə edirdi. Və siyahıda Nazir Müavini Ədalət var idi. O adam ki, əməliyyatın maliyyələşdirilməsini təmin edirdi. Bu üç adam Şuşa əməliyyatının əsas dayaqları idi və onların hamısı siyahıdaydı. Və onların hamısı bayramdan sonra məhv edilməli idi. Amma bayram gəlmədi, çünki Şuşa düşdü və siyahı ləğv edildi, yoxsa edildi. Bəzi mənbələr deyir ki, o siyahıdakı adamlardan bəziləri həqiqətən məhv edildilər. Amma yavaş-yavaş, tədricən, heç kimin şübhələnməyəcəyi şəkildə. General Telman 1993-cü ildə avtomobil hadisəsində həyatını itirdi. Rəsmi versiyaya görə bu təsadüf idi. Amma onun ailəsi deyir ki, bu təsadüf deyildi. Bu qəsdən edilmiş bir şey idi. Çünki General Telman o hadisədən bir həftə əvvəl onlara demişdi ki, o təhlükə hiss edir və kimsə onu izləyir. Və bir həftə sonra o həyatını itirdi. Polkovnik Vagif 1994-cü ildə ağır xəstəliyə tutuldu və bir il sonra vəfat etdi. Rəsmi versiyaya görə o təbii səbəblərdən vəfat etdi. Amma onun yaxın dostları deyir ki, Vagif heç vaxt belə xəstə olmamışdı və onun xəstəliyi çox qəribə idi. Sanki o yavaş-yavaş zəhərlənirdi və Nazir Müavini Ədalət 1995-ci ildə ürək problemi səbəbindən dünyasını dəyişdi. Rəsmi versiyaya görə bu təbii idi, amma onun həkimi deyir ki, Ədalətin ürəyi sağlam idi və o heç vaxt ürək problemlərindən şikayətlənməmişdi və həkim deyir ki, Ədalətin vəfatı şübhəlidir. 3 adam, 3 vəfat, 3 il. Təsadüfdür yoxsa? Bu o siyahının davamıdır, biz bilmirik. Amma bir şey bilirik ki, o siyahıdakı adamlardan çoxu bugün sağ deyil. Onlardan bəziləri həyatlarını itirdilər, bəziləri xəstələndilər və bəziləri yoxa çıxdılar. Və onların hamısının bir ortaq cəhəti var idi ki, onlar Şuşa əməliyyatını dəstəkləyirdilər və onlar Həsən Həsənova təzyiq göstərirdilər və onlar əsas şəxsin planına mane olurdular. Və ona görə də onlar məhv edildilər. Bəlkə də dərhal deyil, amma tədricən. Və heç kim bunu araşdırmadı. Çünki heç kim cəsarət etmədi və heç kim istəmədi ki, həqiqət üzə çıxsın. Təsəvvür edin ki, siz o siyahıdakı adamlardan birisiniz. Təsəvvür edin ki, siz bir gün eşidirsiniz ki, sizin adınız bir siyahıdadır. Və bu siyahı çox təhlükəlidir. Və siz bilirsiniz ki, bu siyahını hazırlayan adamlar çox güclüdürlər
və onlar sizi tapa bilərlər. Siz nə edərdiniz? Siz qaçar mısınız? Yoxsa siz mübarizə aparar mısınız? Və əgər mübarizə aparsanız, siz kiminlə mübarizə aparardınız? Çünki düşmənin üzü yoxdur. Düşmən kölgədədir. Və kölgə ilə necə mübarizə aparırsan? O siyahıdakı adamlardan bəziləri qaçmağa çalışdılar. Amma onlar tapıldılar. Bəziləri mübarizə aparmağa çalışdılar. Amma onlar susturuludu. Və bəziləri sadəcə gözlədilər. Və onlar həyatlarını itirdilər. Və heç kim onlar üçün ədalət axtarmadı. Siz nə düşünürsünüz? O siyahı hələ də mövcuddurmu? Yoxsa o məhv edildi? Və əgər mövcuddursa, o kimdədir? Və o siyahıda daha kimlər var? Və bu suallar haqqında düşünün. Çünki bu sualların cavabları yalnız keçmiş haqqında deyil, bugün haqqında da. Çünki bugün də belə siyahılar var. Siyahılar ki, onlarda susturmalı olan adamların adları yazılıb. Və bu siyahılar gizli saxlanılır. Və heç kim bilmir ki, o siyahılarda kimlərin adı var. Bəlkə də sizin adınız da var. Və biz bunu bilməliyik. Və biz bunu araşdırmalıyıq. Hər böyük xəyanətin bir son nöqtəsi var. Bir an ki, o anda hər şey bitir. Və Şuşa xəyanətinin son nöqtəsi 25 may 1992-ci il səhər saat 6 idi. O anki Şuşa düşdü, o anki Azərbaycan xalqı ən ağır itkilərindən birini yaşadı və o anki Həsən Həsənov xəstəxanada yatırdı, huşsuz, ölümün astanasında. Amma o an yalnız bir son değildi. O həm də bir başlanğıc idi. Başlanğıc ki, ondan sonra hər şey dəyişdi. Azərbaycan dəyişdi, Qarabağ dəyişdi və Həsən Həsənovun taleyi də dəyişdi. Və bu dəyişiklik yalnız coğrafi deyildi, bu psixoloji idi, mənəvi idi və tarixi idi. Və bu dəyişiklik hələ də davam edir. Şuşa düşəndən sonra Azərbaycan xalqı şok içində idi. İnsanlar küçələrə çıxdılar, etiraz etdilər və cavab axtardılar. Onlar soruşurdular ki, necə oldu? Niyə oldu? Kim günahkardı? Və hökumət onlara cavab verə bilmədi. Çünki həqiqi cavab çox mürəkkəb idi, çox ağrılı idi və çox təhlükəli idi. Və ona görə də hökumət sadə bir cavab verdi ki, bu hərbi məğlubiyyətdir. Amma xalq bu cavaba inanmadı. Çünki xalq bilirdi ki, Azərbaycan ordusu güclü idi, əskərlər hazır idilər və Şuşa geri alına bilərdi. Amma kimsə buna mane oldu və xalq bilmək istəyirdi ki, kim? Və bu sual 34 ildir ki, cavabsız qalır. Həsən Həsənov xəstəxanada yatarkən, onun ətrafında bir sükut var idi. Heç kim ona baş çəkməyə gəlmirdi. Heç kim onunla danışmaq istəmirdi və hətta ailəsi də ondan uzaq dururdu. Sanki o, xəstə bir adam kimi qəbul edilirdi. Və Həsən Həsənov bu sükutu hiss edirdi. O bilirdi ki, o tək qalmışdı. O bilirdi ki, o xain kimi qəbul edilirdi və o bilirdi ki, o heç vaxt bağışlanmayacaq. Və bu bilik onu içdən yeyirdi. Hər gün biraz daha. Və bir neçə il sonra o öz yolunu tamamladı. Amma onun həyatının sonu yalnız fiziki değildi. O mənəvi olaraq çoxdan vəfat etmişdi. O 24 may gecəsi vəfat etdi. O gecə ki, o Şuşanı satdı və o gecə ki, o öz vicdanını öldürdü. İndi isə gəlin, əsas şəxsin taleyinə nəzər salaq. O Şuşa düşəndən sonra nə etdi? O Bakıdan getdi, Moskvaya qayıtdı və yeni tapşırıqlara başladı. O Gürcüstana göndərildi, sonra Moldovaya, sonra Ukraynaya və hər yerdə o eyni işi gördü ki, zəif adamları tapdı, onları şantaj etdi və onları öz məqsədləri üçün istifadə etdi. Və o hər dəfə uğur qazandı, çünki o peşəkar idi və peşəkarlar heç vaxt uğursuz olmurlar. Amma bir gün 2008-ci ildə əsas şəxs yoxa çıxdı. Heç kim bilmir o hardadır. Bəzi mənbələr deyir ki, o təqaüdə çıxdı və Moskvada yaşayır. Başqaları deyir ki, o xəstələndi və vəfat etdi. Amma ən maraqlı versiya budur ki, o hələ də fəaliyyətdədir, amma artıq başqa bir ad altında, başqa bir sifətlə və o hələ də eyni işi görür ki, xəyanətləri təşkil edir və sistemləri idarə edir. Əsas şəxsin taleyi haqqında danışarkən biz bir şeyi unutmamalıyıq ki, o tək deyildi. O bir sistemin hissəsi idi. Sistem ki, o 10 illiklər boyu Sovet İttifaqında, sonra isə postsovet məkanında fəaliyyət göstərirdi. Sistem ki, o zəif adamları tapır, onları satın alır və onları idarə edir. Və bu sistem hələ də mövcuddur. Bəlkə də başqa adlar altında, başqa strukturlar içində. Amma mahiyyəti eynidir
Və bu sistem hələ də əsas şəxs kimi adamlara ehtiyac duyur. Adamlar ki, onlar vicdansızdırlar, soyuqqanlıdırlar və effektivdilər. Və bu adamlar hələ də fəaliyyətdədirlər. Bəlkə də bu gün, bu dəqiqə, onlardan biri hansısa ölkədə, hansısa şəhərdə, hansısa kabinetdə oturub və növbəti xəyanəti planlaşdırır. Və biz bunu bilməliyik. Təsəvvür edin ki, siz əsas şəxssiniz. Təsəvvür edin ki, siz 10 illiklər boyu xəyanətlər təşkil etmisiniz, adamları məhv etmisiniz və ölkələri dağıtmısınız. Və indi siz qocalmısınız və siz geriyə baxırsınız. Siz nə görürsünüz? Siz uğurlarınızı görürsünüzmü? Yoxsa siz qurbanlarınızı görürsünüz? Və siz özünüzü necə hiss edirsiniz? Qürur hissimi, yoxsa peşmançılıq hissi? Əsas şəxs kimi adamlar heç vaxt peşmançılıq hiss etmirlər. Çünki onlar özlərini haqlı hesab edirlər. Onlar deyirlər ki, mən sadəcə öz işimi görürdüm. Amma bu bəhanədir. Çünki hər kəs öz seçimlərindən məsuldur və əsas şəxs də məsuldur. Amma o heç vaxt məsuliyyət daşımayacaq. Çünki o kölgədədir və kölgədə olanlar heç vaxt məhkəməyə çəkilmirlər və biz bunu dəyişməliyik. Siz nə düşünürsünüz? Əsas şəxs hələ də sağdırmı? Və əgər sağdırsa, o bu gün nə edir? Və o Şuşa haqqında düşünürmü? Yoxsa o bunu sadəcə bir iş kimi xatırlayır? Və bu suallar haqqında düşünün. Çünki bu sualların cavabları yalnız bir adam haqqında deyil, bir sistem haqqında. Sistem ki, o hələ də mövcuddur, hələ də fəaliyyətdədir və hələ də təhlükəlidir. Və biz bu sistemlə mübarizə aparmalıyıq. Şuşa düşəndən sonra Azərbaycan uzun və ağrılı bir yol keçdi. Ölkə iqtisadi böhranla üzləşdi. Siyasi qeyri-sabitlik yaşadı və minlərlə insan öz evlərini tərk etməyə məcbur oldu. Amma Azərbaycan xalqı heç vaxt ümidini itirmədi. Xalq bilirdi ki, Şuşa bir gün geri qayıdacaq və bu inam xalqı ayarda saxladı. İllər keçdi, nəsillər dəyişdi, amma Şuşa haqqında yaddaş heç vaxt silinmədi. Və 2020-ci ildə, 28 il sonra Şuşa azad edildi və Azərbaycan xalqı sevinç gözyaşları tökdü. Amma bu sevinç içində bir acı da var idi. Acı ki, Şuşa 30 il əvvəl də azad edilə bilərdi, əgər kimsə xəyanət etməsəydi. Və bu acı hələ də xalqın ürəyindədir. Həsən Həsənov 2008-ci ildə öz yolunu tamamladı. O son illərini tənhalıq içində keçirdi. Heç kimlə danışmadı və heç vaxt o gecə haqqında danışmadı. Onun ailəsi bugün də Bakıda yaşayır və onlar Həsən Həsənovu vətənpərvər bir adam kimi xatırlayırlar. Amma xalqın yaddaşında Həsən Həsənov başqa cür qalıb. Xalq onu Şuşanı satan adam kimi xatırlayır. Və bu yaddaş ədalətlidirmi? Bəlkə də deyil. Çünki Həsən Həsənov tək günahkar deyildi. O bir sistemin qurbanı idi. Bir oyunun piyonu idi. Amma o həm də seçim etdi və bu seçim onun taleyini müəyyən etdi. Və bu seçim Şuşanın taleyini müəyyən etdi. Və biz bunu unutmamalıyıq. Əsas şəxsin taleyi isə məlum deyil. O yoxa çıxdı və heç kim bilmir o hardadır. Bəlkə də o hələ də sağdır. Bəlkə də artıq yoxdur. Amma onun işi davam edir. Çünki əsas şəxs kimi adamlar heç vaxt tək olmurlar. Onlar bir sistemin hissəsidirlər. Və bu sistem hələ də fəaliyyətdədir. Və bu sistem hələ də yeni əsas şəxslər yetişdirir. Adamlar ki, onlar vicdansızdılar, soyuqqanlıdırlar və effektivdilər. Və bu adamlar hələ də xəyanətlər təşkil edirlər. Bəlkə də bugün, bəlkə də sabah, bəlkə də başqa bir ölkədə. Amma onlar fəaliyyətdədirlər və biz onları dayandırmalıyıq. 12 nəfərlik qrupun üzvlərindən bəziləri hələ də sağdır. Onlar yaşlıdırlar, xəstədirlər və qorxuludular. Amma onlar hələ də həqiqəti bilirlər və bəziləri danışmağa hazırdırlar. Çünki onlar bilir ki, vaxt azalır və onlar istəyirlər ki, həqiqət onlar getməzdən əvvəl üzə çıxsın. Və biz onları dinləyirik və biz onların hekayələrini yazırıq və biz ümid edirik ki, bir gün bütün həqiqət üzə çıxacaq və o gün Şuşanın itirilməsinin həqiqi səbəbləri hamıya məlum olacaq. Və əgər həqiqi səbəb məlum olmazsa, onda bu xəyanət təkrarlanacaq və başqa Şuşalar itəcək və başqa nəsillər aldanacaq və biz buna yol verməməliyik. Amma bir sual açıq qalır ki, əgər həqiqət üzə çıxsa, bu nəyi dəyişəcək? Keçmişi dəyişə bilmərik. Şuşa artıq azad edilib və bu sevindiricidir. Amma o 30 il ərzində itirdiklərimizi geri qaytara bilmərik.
O 30 il ərzində həyatlarını itirən insanları dirildə bilmərik və o 30 il ərzində yaşanan acıları silə bilmərik. Amma biz bir şey edə bilərik ki, biz dərs öyrənə bilərik. Biz öyrənə bilərik ki, xəyanət necə baş verir. Biz öyrənə bilərik ki, zəif adamlar necə istifadə olunur və biz öyrənə bilərik ki, sistemlər necə fəaliyyət göstərir. Və bu bilik bizə kömək edəcək ki, gələcəkdə eyni səhvləri təkrarlamayaq. Və bu bilik bizə kömək edəcək ki, gələcəkdə başqa Şuşalar itməsin. Şuşanın itirilməsi yalnız bir hərbi məğlubiyyət deyildi. Bu bir xəyanət idi, bir satqın idi və bir faciə idi. Amma bu həm də bir dərs idi. Dərs ki, o bizə öyrədir ki, heç vaxt zəif olmamalıyıq, heç vaxt təslim olmamalıyıq və heç vaxt susmamalıyıq. Çünki susqunluq xəyanəti mümkün edir və biz susmamalıyıq. Biz danışmalıyıq, sual verməliyik və həqiqəti axtarmalıyıq. Çünki həqiqət azadlıq deməkdir və azadlıq ən böyük dəyərdir. Və biz bu dəyəri qorumalıyıq və biz bu dəyər uğrunda mübarizə aparmalıyıq.